İlk önce hər birinizi xoş gördük. Mən Nizat Aslanlı, fiziki tərbiyə üzrə təlimçi. Dostlar, başlamamışdan öncə sizlərin diqqətinə bir şey çatdırım ki, yəni mənə dəstək olmağınız üçün yalnız edə biləcəyiniz bir şey var ki, kanala abunə olaraq izlədiyiniz canlını bəyənməyi və şərh yazmağı unutmayın. Başlayaq. Məlumunuzdur ki, fiziki tərbiyə fənni üzrə biz 6 hərəki qabiliyyət, həm də ki bunun digər adı qiymətləndirmədə də tanış olacağıq ki, tədris vahidlərini keçirik. Bu tədris vahidləri sürət, güc, bədən əymə qabiliyyəti, qüvvə, çeviklik və dözümlülükdür. Bəzən bədən əymə qabiliyyətinə elastiklik də deyirik, çevikliyə hətta koordinasiya da deyirik. Lakin bunlar, yəni çeviklikdə koordinasiya tam ayrı bir şeydir. Hansı ki koordinasiya onun bir belə deyək ki, komponentidir. Və diqqət yetirsək, sürət hərəki qabiliyyətinə, yəni yaş dövrlərinə ilk öncə nəzər yetirək. İnkişafın əlverişli yaş dövrüdür. Bəzi kitablarda bu 11-14-də yazılır və yaxud da ki, hər hansı bir təlimçinin deyişində də bunu çox vaxt eşitirik. Lakin inkişafın əlverişli yaş dövrü deyildikdə 10-14 yaş götürürük. 10-14 yaş inkişaf əlverişli yaş dövrüdür. Sürət qabiliyyəti üçün. Sürət qabiliyyətinin funksional sistemlərlə əlaqəsinə baxdıqda bir şey yadınızda saxlayın ki, mən çalışacağım bacardığım qədər elmi dildən uzaqlaşaraq elmi məlumatları öz dilimizdə rahat başa düşəcəyimiz kimi sizə başa salım ki, yəni əziyyət çəkməyəsiniz və yaxud da ki, çətinliyiniz olmasın. Deməli, bir idmançıya qaçmaq üçün nə lazımdır? Əlbəttə ki, ayaq. Yəni, ayağı da nəyin vasitəsilə hərəkət elətdirir? Əzələ sistemidir, dayaq hərəkət aparatıdır və sonunda mərkəzi sinir sistemi deyiriksə, bax, qaçış deyəcəksiniz ki, müəllim, bəs qaçış dediyim, mərkəzi sinir sistemi burada nə gəzir? Baxın, sürət qabiliyyətini biz dedik ki, ümumiyyətlə dedik, demədikdə qoyun deyim. Sürət hərəkət qabiliyyətinin 3 komponenti var. Hərəkətin reaksiya tezliyi, hərəkətin tezliyi, bir də maksimal qaçış sürəti. Hərəkətin reaksiya tezliyində sadə və mürəkkəb olur. Sadə reaksiyada olsa, mürəkkəb reaksiyada olsa, biz nəyəsə reaksiya veririk. Bu da nə deməkdir? Yəni, mərkəzi sinir sistemimiz, qulaqlarımız nəyəsə eşidir və biz ona ani bir reaksiya veririk. Reaksiyanı biz nəyin əsasında verir? Beynimizin də, yəni düşüncəmizin, qavramamızın əsasında ki, mən siqnalı eşidəcəm və qaçacam. Hansı ki, belə deyək ki, qısa məsafəyə qaçışlarda bilirik ki, komandaların sayı 3-dür. Atletikada bunu izah eləmişdim. Starta, diqqət, marş. Şagird nəyi gözləyir burada? Marşı. Və yaxud da ki, atlet olsun, olimpiya çempionatı olsun, və yaxud dünya çempionatı, Avropa çempionatı, fərqi yoxdur. Atlet burada nəyi gözləyir? Atəş səsini. Atəş səsində qaçır və burada da nə lazım olur ona? Mərkəzi sinir sisteminin oyanıqlığı. Yəni, o gələn siqnala reaksiya versin. Yəni, qısacası, qaçmaq üçün nə lazımdır? Əzələ lazımdır. Bir də dayaq hərəkət aparatı. Yəni, dayaq hərəkət aparatı nədir? Ümumiyyətlə, dayaq hərəkət aparatı əzələ və sümüklərin birgə vəhdət təşkil etməlidir də. Və oynaq başlıqları zad. Yəni, bunların hamısı bunun içərisindədir. Əzələ, dayaq hərəkət aparatı, daha sonra isə gəldiyinə mərkəzi sinir sistemi. Həmin reaksiyadan bunu tutursunuz. Sonra, digər hərəkət qabiliyyətlərlə qarşılıqlı əlaqəsi. Mən buna sizə yaxşı bir yadınızda saxlamaq üçün metod öyrətmək istəyirəm. Deməli, baxın, bunların hər birinin başqa bir fərqli rəngdə eləyəcəm. Baxın, sürət qabiliyyəti nələrlə əlaqəlidir? Adından məlum olduğu kimi, sürət gücdə var. Tamam mı? Sürət gücü yadımızdan çıxardır. Çünki o sürət gücü isə olsa bilirik də var. Okey. Baxın, biz bəqi niyə götürmürük? Baxın, bəqi niyə götürmürük? Bədən əymə qabiliyyətini icra edən idmançıya qaçış lazımdırmı? Xeyr. Buna nə lazımdır? Ümumiyyətlə, bədən əymə qabiliyyətinin komponentləri, növləri, inkişaf vasitələrini keçəndə də biz ancaq nə deyəcəyik? Statik, dinamik, qeyri-fəal, fəal, statik qeyri-fəal, statik fəal, dinamik fəal, dinamik qeyri-fəal. Yəni, heç birində qaçış olmayacaq. Ən uzağı turnikdə qolaylandırma, yellənmə və yaxud yerində dombalaqaşma. Yəni,
Bunun ən çox eləyəcəyi budur. Ona görə biz sürət qabiliyyətində bəqi artıq avtomatik ortadan çıxardırıq. Çünki sürətin bəqlə heç bir yaxınlıq əlaqəsini görmürük. Amma gəlirik bir idmançının qaçması üçün o əzələ dedi ya, əzələsi var. Əzələyə nə lazımdır? Qüvvə. Avtomatik nə etməliyik? Sürət nə ilə qarşılıqlı əlaqəyə gedəcək? Qüvvə hərəkət qabiliyyəti ilə. Okey. Sürət gücü bildik. Sürət sözü var, seçdik. Bir də çeviklik ümumiyyətlə elə bir şeydir ki, çevikliyə mən bəzən deyirəm ki, yəni elə bir qan qrupudur ki, çox adama lazımdır, amma bəzən görsənmir. Çeviklik nədir? Hərəkətin tez mənimsənilməsi, çətin şəraitdə reaksiya vermə və bizə də mərkəzi sinir sistemində nədir? Uyğunlaşma. Bir nəyəsə uyğunlaşsan və ani moment sən o hərəkəti icra edirsən. Aydındır. Deməli, digər hərəkət qabiliyyətlərlə əlaqəsində nə dedik? Sürət, güc, qüvvə, bəqi çıxartdıq ortadan. Baxın, bəqi çıxartdıq. Bəqi çıxartdıq. Qüvvə, çeviklik, deməli, sürət, güc, qüvvə və çeviklik. Aydın oldu mu? Sonra gəldik sürət gücə. Deməli, bunları silək, keçirik sürət gücə. Aha. Sürət güc, inkişaf üçün əlverişli yaş dövrü 12-15'dir. Əlverişli yaş dövrü. Deyildikdə avtomatik yenə beynimizdə gətirib salacaq ki, sürət gücləri. Yəni bunlar bilirsiniz necə? Əzbərçi olan bir şeylərdir. Bunları bir mahiyyətlə, yəni yaş dövrlərindən isə bir mahiyyətlə yadınızda saxlamağın bir yeri yoxdur. Bir dənə dözümlülükə 11 plus deyəcək söktürdü getdi. Sürət güc qabiliyyəti üçün əlverişli yaş dövrünü dedik. 12-15 yaş. Digər hərəkət qabiliyyətlərlə əlaqəsinə gəlirik. Aha. Deməli, dayaq hərəkət aparatı. Baxın, deyəcəksiniz ki, müəllim, axı sürət gücdə də əzələ lazım olur. Amma burada da bir şey dedik ki, dayaq hərəkət aparatı deyildikdə zaten onun içərisində əzələ var. Yəni qısacası verməyiblər. Dayaq hərəkət aparatı, qüvvə, baxın, qüvvə və ürək damar sistemi. Ürək damar sistemində nəyə görə dedik? Sürət gücdə bəzən həyəcanlanmada çox olur. Həm də ki, mən bunu bu ilə əlaqələndirirəm ki, acil şüvəllə tullanma idman növü var. Hansı ki, atletikanın idman növü var ki, bu cürünə yadınızda saxlaya bilərsiniz. Ürək damar sistemi ilə nəyə görə əlaqəlidir? Yəni mən başqa cür şeyəm, amma sadəcə sizin üçün dediyim kimi elimdən biraz uzaqlaşıb lower dildə başlaması. Şüvəllə tullanan adam nə edir? Yuxarı qalxır. Bu yəqin ki, bəziləriniz bu vikinglərə minmisiniz də, yəni bu getgəlli şeylər var ya, vikinglər. Onlarda bəzən neyinir? Adamın ürəyi az qalır ağzına çıxar. Yəni, nəyə görə? Dil qüvvətinə uyğun. Ürək, yəni sanki yerindən çıxacaqmış kimi bir vəziyyətə gəlirik. Ürək damar sistemində onu ilə yadınızda saxlaya bilərsiniz. Deməli, dayaq hərəkət aparatı, qüvvə ürək damar sistemi. Sonra, hansı hərəkət qabiliyyətlərlə qarşılıqlı əlaqədədir deyəndə? Onsuz da baxın, qüvvə və sürət. Yəni burada yenə bəqdən bir söhbət açmırıq. 2 dənə hərəkət qabiliyyət, əvvəldəki 2 hərəkət qabiliyyətimiz var ha. Yəni onsuz da belə deyək də sürət gücün komponentində nə var idi? Həm də qüvvənin özü var idi. Bəzən imtahanda düşəndə ki, sürət dözümlülüyü və qüvvə çaşbaş qalırlar ki, qüvvə axı şeydir, elə bilirlər ki, bu yalnız hərəkət xeyr. Qüvvənin özü elə sırf sürət gücün komponentidir. Aydın oldu mu? Və ona görə deməyək də sürət gücün içərisində olsa sürət yazsın görürük yenə də. Tamam mı? Amma yenə də həm də komponent növü olaraq da nə var? Qüvvə. 2 dənə komponenti var. Demək, sürət, qüvvə. Aydın oldu mu? Gəldik bizim heç kimdən yaxınlıq eləməyən, özünü yalnızca dartan bir oğlana bədən əyilmə qabiliyyətinə. Deməli, bədən əyilmə qabiliyyəti. Əlverişli yaş dövrü 6-12-dir. Bədən əyilmə qabiliyyətinin ümumiyyətlə təsir edən amillər çoxdur. Bunlardan bəzilərini hələ qısaca deyim ki sizə. Deməli, yaş dövrüdür, cinsdir, havanın temperaturudur, günün biyoloji saatıdır, yəni səhər, günorta, axşam olma, bunlar təsir edir. Qadınlarda əyilgənlik qabiliyyəti kişilərə nisbətən daha yüksək olur. Əlverişli yaş dövrü deyildikdə 6-12-dir. Əzələ bağ aparatı. Burada baxın, əzələ bağ aparatı.
fikir verdiniz? Əzələ bağ aparatı. Çünki bizdə əyilgənliyin komponentlərində nə var? Oynaqların mütəhərrikliyi. Dayaq hərəkət oynaqların mütəhərrikliyi. Bax burada oynaqlar zonsuz da var. Gözünü silim. Tam görəsiniz. Baxın oynaqlar. Əzələ bağ aparatı. Bizdə burada çünki əyilmələrdən, sonra yellənmələrdən əzələlərimiz o qədər həssaslaşır, elastikləşir ki, artıq bizdə əzələ ilə yanaşı bağ aparatda, hansı ki, qısaca deyim ki, bizim bədənimizdəki bütün əzəllər, o deyir damar sərfdir. O nənə babaların dediyi o damar sərfdir, yəni vətər gərildi deməkdir. Yəni hər hansısa bir vətərimiz gərilib. O vətər də nədir? Bizim bağımızdır. İstənilən əzələ başlığı sonda bağ vasitəsilə gedib qarşıdakı sümüyə birləşir. İstər bu 2 başlı əzələ olsun, istər 4 başlı, istər 3 başlı əzələ olsun. Məsəl üçün idmançılar, oğlanlar çox var deyir, trisepsim ağrıyır, bicepsim ağrıyır. Trisepsə qəşəng məşq edim, 3 başlı əzələni deyir halbuki bu. Yəni və ya bicepsim ağrıyır. Bunu deyir. Və hansı şeylə bağlıdır? Əzələ bağ aparatı ilə oynaqlar, bir də mərkəzi sinir sistemi ilə. Baxın, bu da mərkəzi sinir sistemi. Mərkəzi sinir sistemi deməli biz harda görürük? Görürük sürət qabiliyyətində, bir də ki, bədənin əlimə qabiliyyətində. Hansı hər iki qabiliyyətlərlə qarşılıqlı əlaqədədir? Çevikliklə, baxın, dediyim sürət qabiliyyətində də ki, dəyişən oyun mühitində daha çox, yəni tez öyrəşməyi. Yəni, bunu da o cürlə yadımızda saxlayaq. Yəni, bir mühit dəyişir və biz ona tezbazar, təcili öyrəşməliyik. Yəni, onunla da yadınızda saxlayın ki, çeviklik hərəki qabiliyyəti ilə, bir də dözümlüklə artıq qarşılıqlı vəhdət təşkil edir. Qüvvə hərəki qabiliyyəti, buna həm də ki, biz baza qabiliyyəti deyirik qüvvə hərəki qabiliyyətinə. Nədir? Səssiz tanış gəlir. Buna həm də ki, biz qüvvə hərəki qabiliyyətinə baza hərəki qabiliyyəti deyirik. Yəni, qüvvə hərəki qabiliyyətini ümumiyyətlə bütün hər şeyin bazasıdır, bir təməlidir. Yəni qüvvə olmasa sən heç bir şeyi əldə edə bilmərsən, heç bir şeyi eləyə bilmərsən. Yəni adi bir daşı yerdən qaldırmaq üçün sənə qüvvə lazımdır. İnkişaf yaş dövrü 12, 12, 18 yaşdır. Qüvvə qabiliyyətinin inkişafı bu səfər əyilgənlikdən fərqli olaraq oğlanlarda daha güclü gedir. İnşallah qüvvə qabiliyyəti haqqında kanalımda da var. Keçid edib baxa bilərsiniz. Qüvvə hərəki qabiliyyəti haqqında da paylaşmışdım. Təzahür formaları, növləri. Adi bir şey deyək ki, məsəl üçün güzəşt edici, sonra izometrik təzahür növlərində. Yəni nəyə bağlasaq, qüvvə qabiliyyətinin məsəl üçün inkişaf şeyləri, inkişaf növləri deməyim, istiqamətləri. Yuxarı ətraflarda qüvvə qabiliyyətini inkişaf etdiririk. Aşağı ətraflarda bədən ön əzələsi, yəni oğlanlar şəşənə deyir, pavalarım çıxdı, baklavalarım, yəni pres əzələləri, sonra kürək əzələləri, hansı ki, o əzələlərin inkişaf etdirilməsi onurğadakı əyrilikləri də düzəldir. Adicə, adaptiv fiziki tərbiyə zamanı çox vaxtı neynirlər? Qüvvə baza tərkibli hərəkətlərə yönəlirlər. Ki, yəni, hər hansı bir qüsur varsa onu aradan qaldırsın. Yəni, demirəm, sırf buna köklənir, amma qüvvə tərkibli olur. Əməliyyatdan çıxan şəxslər, məsəl üçün, fizioterapiya görürlərsə, müəyyən bir çəki daşlarından istifadə olunur, yəni nisbi qüvvə deyək də, yəni nisbi qüvvədən istifadə olunur. Sonra, hansı əzələ sistemi ilə qarşılıqlıdır? Baxın, əzələ sistemi, onsuz da qüvvə əzələ ilə yəni qarşılıqdadır da, yəni bunun başqa bir yolu yoxdur. Dayaq hərəkət aparatı, yenə, yəni biz hər hansısa qanteli qaldırmaq üçün, ştanqanın altına girmək üçün, yəni istər squat eləmək üçün, istər bench press eləmək üçün, yəni bədənin ön, yəni sinə əzələlərini şişirtmək üçün olunan bir məşq növüdür. İstər yuxarı ətraflarda çiyin əzələləri üçün olsun, fərqi yoxdur. Dayaq hərəkət aparatı mütləq şəkildə yüklənir burada. Və ən sonunda da gəldi ürək damar sistemi. Ürək damar sistemi burada nəyə görə yüklənir? Çünki idmançı ağır çəki altına girdikdə artıq onun da damarlarında yüklənmə baş verir. Ümumiyyətlə əzələnin qidalanması birbaşa damar vasitəsilə olur. Hansı ki əzələdə müəyyən bir yırtıqlar, parçalanmalar əmələ gəlir və qan damarları vasitəsilə artıq ürək çoxlu hər hansı bir tərəf
zədələnibsə, o zədələnmə deyil, əslində o böyüməsi üçündür. O nahiyəyə qan vasitəsilə protein, karbohidrat yox, daha çox o nahiyə proteini daşır. Yəni protein də nədir? Parçalanmış əzəli liflərinin bərpasını həyata keçirir. Sonra hansı hərəkət qabiliyyətlərlə qarşılıqlı əlaqədadır? Yalnızca sürət gücünə. Baxın, sürət güc. Qurtardı getdi. Qüvvə, sürət güc, qüvvə yalnız bir hərəkət qabiliyyətinə qarşılıqlı əlaqədadır. Gəldi çeviklik hərəkət qabiliyyətinə 9-13 yaş əlverişli inkişafı üçün əlverişli yaş dövrü hesab olunur. Mərkəzi sinir sistemi, əzələ sistemi. Baxın, mərkəzi sinir sistemi burada da qarşımıza çıxdı. Deməli, nədir mərkəzi sistemi? Bir var, bir yoxdur. Bir var, bir yoxdur, bir var. Bir də yoxdur. Yəni, mərkəzi sinir sistemini tapmaq üçün yadınızda salın, 6 hərəkət qabiliyyət varsa, üstündə var, üçündə yoxdur. 1 var, 3 var, 5 var. 1, 3, 5. Mərkəzi sinir sistemi. Burada da mərkəzi sinir sistemi yenə də deyirik. Yəni, çevikliyi bir yaxtandan hamısına bundan misal gətirdik. İndi buna diqqət edəsək, yəni görəcəyik ki, çeviklik özü elə onun içindədir, adı onun üzərindədir. Yəni, biz komponentlərini sayanda olsun, adi komponentin birini deyək, məsəl üçün, müvazinətin saxlanılması. İdmançı hər hansı bir tirin üzərində gəzir və o zaman müvazinəti saxlamağın özü belə bir sinir prosesidir. Yəni, sənin sinirlərin həssas olsa, sənin sinirlərin gərilmiş olsa, yəni əsəbi bir adam, heç görmürsünüz ki, əsəbi bir adam düz yersin, fikir verir ki, əsəbi olsun, adicə bir, belə deyək də, alkoqoldan biraz çox istifadə edilmiş insan olsun, hansı ki, sinir sistemi qapanır, o adam 8 yazır. Yəni, vasmoyka yazır da, yəni, lori dildə desək, yəni düzgün, çünki sinir sistemi qapanıb onu. Və yaxud da ki, başqa bir şey deyək, dəqiq hərəkətin icrası. Məsələn, basketbolçu topu səbətə atmalıdır. Bu neylə hesablayır? Öz beynində hesablayır və beyin əzəllərimizə nə deyir? Deyir ki, bunu elə bir bucaq altında at ki, atdığın top səbətə düşsün və yaxud da ki, topu ayağının elə bir hissəsi ilə vur ki, məsələn, pəncənin içi ilə, ayağın üst hissəsinə top qapıya daxil olsun. Yəni, istədiyimiz yerdən daxil olsun. Digər isə əzələ sistemidir. Hansı hərəkət qabiliyyətlərlə qarşılıqlı əlaqədədir desək, sürət, güc və əyilgənlik. Baxın, qüvvə ilə əlaqəsi yoxdur bunun. Bu qüvvədən uzaq qaçır. Yəni, biriniz o çox vaxt deyirlər, idmançılar güclü olması üçün bəzən ağırlıqdan qaçırlar. Çünki nə qədər ağırlıqla məşğul olsan, o qədər xamlayırsan elə ki, koordinasiyanın, cəhdliyin itir. Yəni, burada da çeviklik həm də cəhdlik də deyirəm buna mən. Yəni, cəhdliyin olması üçün sən gələ ağır çəkişdən biraz uzaq. Düzdür, massa yığmaq üçün, güc yığmaq üçün sənə lazımdır bu. Amma bir balaca gəlir çevikliklə istəyirsənsə, koordinasiyanı artırmaq, cəhdliyi var, qüvvədən qaçırsan. Deməli, sürət güc, bədənin əyilmə qabiliyyəti. Bu üç qabiliyyətlə də qarşılıqlı əlaqədədir. Sonra, sonda gəldik dözümlük qabiliyyəti. Dözümlük qabiliyyəti bilir ki, 11 və daha yuxarı yaş qrupu üçün əhatəlidir. Yəni, bu istən insan ömrünün sonuna qədər gərək dözümlü ola. İstəyirsən ata ol, istəyirsən ana ol, baba ol, nənə ol, hər zaman dözümlü olmasın. Çünki Azərbaycan xalqı özü dözümlü xalqdır. Biz də dözümlü xalqın dözümlü müəllim və müdavimləri olaraq 11 yaşımızdan artıq dözümlüyü öz üzərimizə götürürük. Tənəffüs sistemi. Baxın, tənəffüs sistemi nəyə görə deyilir? Adicə dözümlük qabiliyyətin daxilində növlərinə geçsək, o ümumi xüsusiyə geçsək, orada görəcəyik ki, aerob, anaerob var. Aerob, anaerob nədir? Yəni, oksigenli, oksigensiz mühit. Tənəffüs sistemi ilə birbaşa əlaqəlidir. Ürək damar sistemi. İnsan, yəni, belə deyək də, marafon qaçışını getmək üçün, qaçmaq üçün, bunun ürəyi gərək sağlam ola ki, qan damar sistemi bunu qidalandıra bilsin. İstər baş beyni, istər aşağı ətrafları, istər yuxarı ətrafları, istər gemastazı təmin eləsin, istər endrogen sistemi təmin eləsin, istər funksional sistemi, fiziki göstəriciləri, demək fiziki, yəni hər şeydə, yəni görüb görə biləcəyimiz hər şey təmin olmalıdır və bunun da ən başlıcası nə ilə bağlıdır? Ürək damar sistemi ilə. Lazım olan qidalı maddələr çatsın, lazım olan glikoza, karbohidrat, yəni hər bir şey hüceyrələrə vaxtında çatması üçün də yüklənmə harda gedir? Ürək damar sistemində. Ən sonunda isə dayaq hərəkət aparatıdır. Yəni dayaq hərəkət aparatında dözümlüklə konkret əlaqəsi var, bunu bilirik onsuz da. Və hansı hərəkət qabiliyyətlərlə də qarşılıqlı əlaqədədir? Baxın,
Bədənin əlmə qabiliyyətinin bu ilə əlaqəsi yoxdur. Amma dözümlülük hərəkət qabiliyyətini inkişaf etdirmək üçün əyilgənlik qabiliyyətindən biz yardımlar istəyirik. Çünki acə dözümlülüyün inkişafında belə deyək də hər hansısa bir hərəkəti çoxsaylı eləyiriksə, müəyyən bir vəziyyətdən sonra bizim elastikliyimiz itir. Ona görə biz artıq bəqə deyirik ki, sən mənə yardım elə, Allah rızası üçün. Digər isə sürət güc. Sürət güc qabiliyyətinin açıqlaması nədir? Qısa vaxt ərzində maksimum qüvvəni təzahür etdirməkdir də. Yəni biz də dözümlüyü artıraraq nəyə nail oluruq? Düzdür, deyirik ki, sürət dözümlüyü var, qüvvə dözümlüyü var, sürət güc dözümlüyü var. Bütün dözümlülüklər deyirik var. Amma yenə də hansı hərəkət qabiliyyətlərlə əlaqəlidir deyildikdə, baxın, çeviklikdən yan qaçır, qüvvədən yan qaçır. Gəlir deyir, qardaş, bilirsən nə var? Mənim işim sürət güc bəqləndir. Tutardı getdi. Deməli, sürət nə ilə əlaqəli oldu uşaqlar? Məktəbdə o qədər demişəm, üzrlü sayasız. Sürət hərəkət qabiliyyətini biz aid elədik. Sürət gücünün adından bəllidir. Bəqi çıxardırıq, qüvvə çeviklik. Sürət güc hərəkət qabiliyyəti. Adında var onsuz da sürət, komponenti var qüvvə. Qutardı getdi. Bədən əlmə qabiliyyəti. Baxın, əvvəldən heç nə istəmir. Qabaqdan da qüvvə deyirəm, səninlə işim yoxdur. Çeviklik, dözümlülük. Sondan 2 dənə. Bəqi seçmək istəyən sondan 2 dənə. 3 dənəsini rahat tapsız, qalanları çox rahat. Çünki sonda qalır sürət, qüvvə. Qüvvə bir dənədir, o da sürət gücdür. Sonra gəlirik çevikliyə. Bunu da qaydırıq arxaya. Burada yenə qüvvəni aradan çıxardırıq. Deyək qüvvə, mənim səninlə işim yoxdur. Mən qaydıram arxaya. Sürət gücdür. Əyilgən sürət güc sürət. Gördünüz ki, yenə qayıtdıq arxaya, qüvvə yetim qaldı tək. Və sonda dözümlüyə gəlirik. Dözümlülük də deyir ki, kişi oğlu, sən çeviklik, qüvvəni götürmədin, mən səni götürmürəm. Mən qaydıram birbaşa bəqlə sürət gücə. İş şu.